Bir rəhbər hansı hallarda tapşırığı özü etməli, hansı hallarda isə onu delegasiya etməyi bacarmalıdır? Bu biraz müəssisədən-müəssisəyə dəyişən məsələdir. Əslində hansı işləri özü icra eləməlidir, hansı işləri delegasiya eləməlidir? Məlum məsələdir ki, müəyyən tapşırıqlar olur ki, o tapşırıqların çox özəl dəqiqlik tələb eləyir. Həmin şöbənin, həmin departamentin rəhbəri kimdirsə, bir departamentdə ən yaxşı o iş bilən o departamentin rəhbəri olmalıdır. Əgər yaxşı komanda yetişdirmək istəyirsə və ya şöbə rəhbəri olmalıdır. Ən çətin işləri üstlənə bilir bəzən dep rəhbəri. Deyək ki, deyir ki, bu acil məsələdir. Həm də yanlış eləmə şansımız yoxdur, səhv eləmə şansımız yoxdur. Qoyun mən bunu özüm eləyim. Belə hallar olur. Sonra konfidensial məsələlər olur, hansı ki, adi işçilərə, deyək ki, digər əməkdaşlara bildirilməməlidir. Bu maaşla bağlı məsələlər ola bilər, nə bilim, strukturla bağlı məsələlər olar, bir çox məsələlər ola bilər də. Həmin məsələlərdə də yenə də rəhbər öz üzərinə götürə bilir işi və acil işlərdə təcili bir işdir. Rəhbər ya icrasını, nəzarəti üzərinə götürür birbaşa, ya da ki, birbaşa özü icra eləyir həmin işi. Yəni delegasiyanı adətən bu cür eləyirlər. Delegasiyanı kimə delegasiya eləmək olar, kimlə işi bölmək olar? Daha çox rutin işləri bölürlər əməkdaşlarla. Daha çox təcrübəli əməkdaşlarla bölürlər. Təcrübəli əməkdaşlara delegasiya eləyirlər işi. Amma digər hallarda, yəni risk varsa, risk payı olan bütün işləri rəhbər yaxşı olar ki, öz üzərinə alsın. Ən azından bitirişini və yaxud da ki, başlanğıcını. Burada o da önəmlidir. Yəni çox güman ki, bir iş verilir, onun əvvəli var, sonu var. Bəzən rəhbər işi tamamilə özünə götürməsə də, başlanğıcını özü verir, bir də sonda nəticədə özü baxır ki, kontroldan çıxmasın işlər.